Salam, hər vaxtınız xeyir olsun. Bu gün biz sizlərlə qrammatika bölməsinə keçirik və qrammatika bölməsi iki hissədən ibarətdir. Morfologiya, bir də sintaksis bölməsindən. Deməli, biz bu gün morfologiya bölməsində ilk başlanğıcı olan isimdən danışaq. İlk öncə gəlin morfologiya nədir, nitq hissələri nədir, bunlar haqqında biraz danışaq. Sonrasında isim haqqında danışarıq. Deməli, morfologiya morfologiya Yunan sözü olub, morfo forma, logos bəhs deməkdir. Yəni morfologiyada sözlərin nitq hissələri kimi bölgüsü, quruluşu, forması və dəyişmə xüsusiyyətləri öyrənilir. Yaxşı. Bəs sintaksis nədir? Sintaksis də Yunanca Yunancadan gəlmə bir sözdür. Tərtibat, birləşmə deməkdir sintaksisdə. Deməli, morfologiya dedik ki, nə idi? Quruluş, forma, dəyişmə xüsusiyyətlərini öyrənir sözün və ancaq sintaksis isə birləşmə deməkdir. Bu isə söz birləşməsini, cümlələri, mətn formalarını öyrənir. Yaxşı, bunlar artıq irəlidə sintaksis haqqında bol-bol danışırıq. Yaxşı, bəs nitq hissələri nədir? Sözlərin ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünməsinə nitq hissəsi deyilir. Nitq hissələri müstəqil lüğəvi mənasına və qrammatik xüsusiyyətlərinə görə iki yerə bölünür. Bir var əsas nitq hissələri, bir də var köməkçi nitq hissələri. Hansıları bunlardan deyək? Əsas nitq hissələri 6 dənədir. İsim, sifət, say, əvəzlik, feil və zərf. Köməkçi nitq hissələri isə 5 dənədir. Qoşma, bağlayıcı, ədat, modal söz və nida. Bunları bir-birindən fərqləndirən nələrdir? Bunlar haqqında danışaq. Deməli, əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənaları var. Artıq biz öncəki dərslərimizdən bilirik ki, leksik məna nədir, qrammatik məna nədir. Deməli, ilk öncə deyirik. 1. Həm leksik, həm də qrammatik mənası var. Sonrasında ayrılıqda işlənə bilirlər. Yəni bu əsas nitq hissəsinə aid xüsusiyyətdən danışırıq. Ayrılıqda işlənə bilir, suala cavab verə bilir, ayrılıqda cümlə üzvü ola bilir, leksik şəkildə artırmaq olur. Yəni söz yaradıcılığında iştirak edir, qrammatik şəkildə qəbul edir, forma da dəyişə bilir, quruluşda da 3 növü olur. Bunu deyək. Bunları bilək ki, bu əsas nitq hissəsinə aid xüsusiyyətlərdir. Yaxşı, bəs köməkçilik hissəsinə aid xüsusiyyətlər nədir? Köməkçi nitq hissələrinin leksik mənası olmur. Bax, bunu qeyd edək. Bundan qabaq demişdik. Leksik məna olmur. Leksik məna köməkçilik hissələrində olmur. Yalnız qrammatik məna olur. Ayrılıqda işlənə bilmirlər. Suala cavab verə bilmir. Ayrılıqda cümlə üzvü ola bilmir. Leksik şəkildə artırmaq olmur. Söz yaradıcılığında iştirak etmir, qrammatik şəkildə qəbul etmir, yəni formada dəyişə bilmir köməkçi nitq hissələri. Bunu da vurğulayırıq ki, köməkçi nitq hissələri formada dəyişə bilmirlər. Quruluşsa isə 2 cür olur. Burada əsas nitq hissələri quruluşsa 3 cür olurdu. Lakin köməkçi nitq hissələri isə 2 cür olur. Yaxşı, keçək indi isim haqqında danışmağa. Əsas nitq hissəsindən isimdir bugünkü mövzumuz. İsim haqqında ümumi anlayış deyək. Yaxşı, əşyanın adını bildirən, kim, nə, hara suallarından birinə cavab verən əsas nitq hissəsi isim adlanır. Hansı suallara cavab verəcək? Kim, nə və hara. Əşyanın isə adını bildirən əsas nitq hissəsi olacaq. Yaxşı, bəs buradan misal çəkək. Nələr var? Məsələn, anar, kim, anar. Sonra kitab, nə? Kitab. Sonra hara suallarına artıq burada yazacağım ki, məsələn, Gəncə,
Hara? Gəncə. Gördüyünüz kimi burada artıq bu suallara cavab verdikləri üçün bunlar olur nə? İsim. İsmin səciyyəvi xüsusiyyətləri var. Hansılardır ismin səciyyəvi xüsusiyyətləri? Birinci olaraq ismin səciyyəvi xüsusiyyətlərindən düzgün bu alınırmı? İsmin səciyyəvi xüsusiyyətlərindən bir konkret və mücərrət olur. Konkret və mücərrəd olur. Mücərrəd olur. Sonra 2. Ümumi və xüsusi olur. Sonra üçüncü olaraq tək və cəm olur. Və buna bir toplu da əlavə edək. Tək, cəm və toplu olur. Dördüncü olaraq qeyd edirik. Mənsubiyyətə görə dəyişir. Beşinci olaraq hallanır. Altıncı olaraq xəbərlik şəkilçisi qəbul edir. Xəbərlik və ya şəxs şəkilçisi buna bu adda deyilir. Qeyd edirəm indi qarşısında. Aha. Deməli nə idi? Başdan deyək. Konkret və mücərrəd olur, ümumi və xüsusi olur, tək və cəm olur, mənsubiyyətə görə dəyişir, hallanır və şəxs və xəbərli şəkildə qəbul edir. İlk öncə konkret və mücərrəd isimlər nədir? Bunlar haqqında danışaq. Konkret və mücərrəd, konkret dedikdə gözlə görünə bilən, əllə toxunulması mümkün olan, şəklini çəkə bildiyimiz maddi varlıqlar konkret isimlərdir. Məsələn, nə dedik? Əllə toxuna bildiyimiz, gözlə görə bildiyimiz, şəklini çəkə bildiyimiz maddi varlıqlar konkret isimlərdir. Məsələn, ağac. Ağacı görürəm, toxuna da bilirəm, şəklini də çəkə bilirəm. İnsan, ondan sonra bulud, hərf, kitab. Buna havanı da deyə bilərik. Bunu testdə məsələn qarşımıza çıxarda bilər. Hava, külək. Bunlar da konkret isimdir. Çünki hiss edə bildiyimiz şeylərdir. Sonra mücərrəd isimlər isə gözlə görə bilmədiyim, əllə toxunulması mümkün olmayan, maddi olmayan varlıqlar mücərrəd isimlər adlanır. Məsələn, yuxu. Yuxuya necə görə bilərəm? Yəni necə toxuna bilərəm? Yuxu, xəyal, zaman, zamanı görüb toxunmaq mümkün olurmu? Xeyr. Və s. Bunlar olur nə? Mücərrəd isimlər. Və mücərrəd isimlər, bu formada deyirik. Mücərrəd isimlər yalnız, vurğulayaq, yalnız nə sualına cavab verir mücərrəd isimlər? Yalnız nə sualına cavab verirlər. Sonra bəzi isimlər işlənmə yerindən asılı olaraq, bax bunu da konkret mücərrəddən deyək. Bəzi isimlər işlənmə yerindən asılı olaraq həm mücərrəd, həm də konkret isimlər ola bilər. Məsələn, nələr? Analıq. Analıq sözünü yerinə görə, işlənmə yerinə görə həm iki formada fikirləşə bilərik. Məsələn, analıq duyğu, hiss mənasında olacaq mücərrəd. Lakin ögey ana mənasında isə olacaq konkret. Sonra atalıq eyni qayda ilə. Bir var hiss, bu mənada olacaq mücərrəd. Bir də var ögey ata mənasında. Bu zaman olacaq konkret isim. Eyni qaydada buna bacılıq, ondan sonra bir də saat məsələsi də var. Saatı da qeyd edim bura. Saat. Saat sözü zaman mənası bildirdiyi zaman, zaman formasında. Zaman bildirdiyi zaman mücərrəd olur. Lakin əşya, divarda gördüyümüz saat mənasında isə konkret olacaq. Əşya kimi yazıram qabağını. Aha. Sonra, məncə bu barədə hansısa bir qaranlıq qalan nəsə olmadı. Sonra keçirik xüsusi isimlərə, xüsusi və ümumi isimlərə. Xüsusi isimlər nədir?
Eyni cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onlara verilən adlara xüsusi isimlər deyilir. Məsələn, xüsusi isimlər böyüklə yazılan olur, bunu da vurğulayırıq. Məsələn, Kür, Kür çayı böyük hərflə yazılacaq. Sonra Azərbaycan. Bunu başqa bir adla da deyək. Yəni varlığı tək olduğu əşyalar, varlığı tək olan şeylərə xüsusi isim vermək, yəni özününkiləşdirmək, xüsusiləşdirmək budur da, yəni ad vermək artıq olur xüsusi isim. Buna insan adı da daxildir, Əli, nə bilim, Aysel bu formada. Və ya buna artıq bilirsiniz, başqa bir formada da deyək, bir ata və ya pişiyə, itə hər hansısa bir ad qoyursan, artıq özününkiləşdirirsənsə, o da artıq xüsusi isim olur. Məsələn, Koroğluda Qırat var idi. Qırat. O artıq ad qoyulmuş da böyük hərflə yazılırdı. Qırat artıq xüsusi isim idi. Ondan sonra Bozat, Dürat eyni qaydada, nə bilim, kimsə itinə ad qoya bilər. Bu artıq ad qoyuruqsa, olur xüsusi isim. Ümumi isimsə eyni cinsi əşyaların ümumi adlarıdır. Bu da olur ümumi isimlər. Məsələn, insan, adam, nə bilim, ağac, saat, nə bilim, bunlar çoxdur da, qələm, kitab, dəftər və s. Yəni gündəlik belə deyək, gözümüz görən əşyalar falan, bunlar hamısı demək olar ki, ümumi isim adlandırılır. Sonra bəzi ümumi isimlər var ki, bəzi ümumi isimlər xüsusi ismə çevrilə bilər. Məsələn, buna insan adı həm də kənarda işlədilən adlar kimi düşünə bilərik. Məsələn, buna deyə bilərik arzu. Arzu. Arzu sözünün mənası nədir? İstək. Arzu, istək, diləş mənasında. Amma arzu sözünü daha indiki dövrdə həm qadın adı kimi, həm kişi adı kimi, xüsusi isim kimi işlədilir arzu. Sonra fərəh sözü. Fərəh, fərəh, qürur bu his mənasındadır. Bu artıq ümumi isimdir. Amma fərəh sözünü bir insan adı kimi böyük, yəni xüsusi isimlə yaza bilirik. Ceyran sözü. Ceyran artıq nədir? Bir heyvanın, yəni ümumi adıdır da, ceyran. Amma onu biz insan adı kimi deyə bilirik və sair bu formada. Xüsusi isimlər də ümumi isimlərə keçə bilər. Məsələn, buna nəyə deyə bilərik? Badamlı. Badamlı suyunun ümumi bax belə xüsusi adla yazılır. Yazanda məsələn Badamlı firması belə böyük hərflə yazılır bir dırnaq içində. Əgər bu xüsusi isim kimi gedirsə də, yəni artıq Badamlı firması. Amma ki, bu artıq Badamlı sözünü sonradan ümumi ismə keçdiyi zaman artıq kiçik formada yazılacaq. Buna məsələn sirap deyə bilərik, rentgen ifadəsini işlədə bilərik və sair bunlar olur. Sonra isim olmayan digər nitq hissələrdə xüsusi isim kimi işlənə bilər. Məsələn, mehriban sözü. Mehriban sözü nitq hissəsi olaraq sifət olacaq. Mehriban necə? Mehriban sifətdir. Amma mehriban sözü bura böyüklə yazdığıma baxmayın. Kiçik olmalıdır. Bir dənə gözləyim. Hə. Hə, bu formada bu sifətdir, lakin insan adı formasında olduğu zaman artıq böyük hərflə yazılacaq və olacaq. Buna məsələn gözəl sözü də aid ola bilər, mehribandır, coşqundur, əzizdir, sevildi və sair bu tipli sözlər olur nə? Həm sifət olduğu halda xüsusiləşmiş olur. Xüsusi isim kimi işlənə bilər. Sonra təş və cəm isimlərə keçək. Təş və cəm isimlər hansılardır? Nədir təş və cəm isimlər ümumiyyətlə? İsimlər qrammatik baxımından kəmiyyətcə, bunu vurğulamışdıq kəmiyyət ifadəsinin nə olduğunu. Kəmiyyətcə təkdə və cəmdə olub bilirlər. Təkdə olan isimlər əşyanın ümumi adıdır. Yəni qrammatik cəhətdən sayı 1 olan əşyanın adıdır. Amma ki, cəm olduğu zaman lar şəkilçisi artırılır və bu olur cəm formasında. Məsələn, olur kitab. Kitab bir dənə kitabdan söhbət gedir. Amma artıq mən buna lar iki cür, yəni lar şəkilçisini artırdığım zaman bir kitabdan yox, 10 kitabdan, 20 kitabdan və sair daha çoxundan söhbət gedə bilər. Qısacası bunu deyirik ki, lar şəkilçisi kəmiyyət dəyişir, yəni cəm halına gətirən şəkilçisidir və bunu da vurğulayıram ki, ismin cəm şəkilçisi, yəni lar şəkilçisi
Qrammatik şəkilçidir. Bunu da vurğuluyuruq. Necə şəkilçidir? Qrammatik şəkilçidir. Belə də vurğulayaq. Bu qrammatik şəkilçinin işarəsidir də, yəni. Sonra buradan keçdik. İsimlər deməli tək cəm olmaqları ilə yanaşı, eyni zamanda toplu da ola bilirlər. Toplu isim nədir? Özü zaten cəmdə olan isimlərdir ki, bunlara bir başqa adla toplu isim deyilir. Hansılardır bunlar? Məsələn, qoşun. Qoşun bir nəfərdən qoşun ola bilməz axı. Ondan sonra qrup, bölük, cəmaət, ilxı, naxır, sonra dəstə, ordu və sair bu tipli sözlər olur toplu isimlər. Və bunlar özü də ayrılıqda cəmlənə bilirlər. Yəni bir qoşun yox, iki qoşun mənasında demək istəyirsənsə, qoşunlar deyəcəksən. Lakin bir 500 nəfərlik qoşunla yanaşı, bir dənə də başqa qoşun var. Ona da qoşunlar deyirsən də, yəni ona görə cəmlənmiş formasında olur. Sadəcə bunların içində 3 dənəsi var ki, cəm şəkilçisi qəbul edə bilməz. Hansılardır bu da? Cəm şəkilçisi qəbul edə bilməyənlər. Əhali, cəmaət, bir də ictimaiyyət sözüdür. İctimaiyyət. Bu sözlər cəmlənməz. Belə lar x qoyacam, başa düşün də, belə çəkirəm. Lar olmaz. Mhm. Sonrasında uşaqlar, bəzi sözlərdə lar şəkilçisi tələffüz zamanı fərqli formada tələffüz olunur. Bunu biz fonetikada keçmişik, yenə də vurğulayaq necə olur deyə. Baxın, məsələn, qızlar sözü. Qızlar kimi yazılır, lakin tələffüzdə necə olacaq? Qızlar tələffüzü dəyişdi. Ondan sonra oğlanlar yazılacaq. Tələffüzü necə olacaq? Oğlanlar, nar formasında. Oğlanlar formasında tələffüz olunacaq. Atlar sözü atlar, narlar sözü narlar formasında tələffüz olunur. Sonrasında bunu da vurğulayaq. Lıq şəkilçisi lıq dörtdür. Yəni lıq, liç, luq, lüç şəkilçisi qəbul etmiş sənət, peşə məzmunlu sözlər, bəzi mücərrət məzmunlu digər isimlər cəmlənə bilmir. Bunu da vurğulayaq. Yəni mücərrət mənalı bunu qəbul etmiş peşə sənət formasında, yəni mənası bildirən sözlər və bununla bərabər bəzi mücərrət isimlər var ki, cəmli şəkilçisi qəbul edə bilməz. Məsələn, müəllim oldu. Necə? Konkret. Müəllimlik artıq bir sənət adı olduğu üçün biz bu sənətə toxuna bilmərik. Buna görə də bu olacaq mücərrət isim. Buna biz larlər şəkilçisi qoşa bilmərik. Müəllimliklər ola bilməz. Sadəcə bunu vurğulayıram. Testdə də qarşınıza çıxacaq. Müəllimlik, həkimlik, insanlıq kimi ifadələr lıq-lik, luq-luq qəbul etmiş və peşə sənət ifadəsi bildirən sözlərimiz mücərrət mənalı sözlərdir. Sonra buradan da dedik. Bəzi sözlərimiz var ki, o sözlər toplu olmayan, yəni toplu deyillər. Məsələn, buna sinif sözünü aid edə bilər. Yəni toplu deyillər. Çaşdırmaq məqsədli verə bilər. Sinifdir, kütlədir, nə bilim, üzüm sözüdür, salxım, daha doğrusu salxım deyək də. Qoy bir dənə salxım yazım. Hə. Salxım sözüdür və sair bu tipli sözlər var ki, bunlar toplu deyil. Sonra bunları vurğuladıq. İndi isə ismin quruluşsa növlərinə keçək. İsmin quruluşsa növləri. İsmin quruluşsa 3 növü var. Sadə, düzəltmə və mürəkkəb.
Deməli, sadə nədir? Sadə sözlər bir kökdən, kökün işarəsini başdan qeyd eləyək bilin. Bu kök işarəsidir. Bu leksik şəkilsidir. Leksik şəkilsi yeni söz yaradır. Bu isə qrammatik şəkilsidir. Qrammatik şəkilsi isə sözün formasını dəyişir. Bunları bilək. Formada bilirik nədir də artıq məncə. Çünki forma nə idi? Sözün, yəni heç bir yeni söz yaratmır. Sadəcə miqdarını dəyişir, cəm və ya çoxluğunu bildirir, şəxsini dəyişir. Yəni mənə yox, sizə aid olur və ya bizə aid olur. Bu formada qrammatik şəkilsi formasını dəyişir. Sadə sözlər bir kökdən və ya kök və qrammatik şəkilsidən ibarət olur. Buna bir qrammatik şəkilsi də aid ola bilər, 3 qrammatik şəkilsi də aid ola bilər, 5 qrammatik şəkilsi də fərqi yoxdur. Yəni qrammatik şəkilsi sözün quruluşuna təsir etmir. Sadə söz olaraq saxlayır. Məsələn, buna nə deyək? Ağac. Sözün kökü nədir? Ağac. Kök deyəndə bəs nəyi nəzərdə tuturuq? Bunu da vurğulayım, elə arxasını gətirək. Kök deyəndə sözün bir uzun söz də verilsə, sözün əsas başlanğıc forma, yəni başlama nöqtəsi haradır? Nədən yaranmış ola biləcəksə, biz onu götürməliyik də, yəni onun formasında. Məsələn, burada yazdıq ağac. Ağacın kökü nə olacaq? Elə ağacın özü. Nə ağdöy, nə ağa döy, nə ağacdır da. Yəni bu söz, burada sözün kökü ağacdır. Bir də buna artırırıq ağaclar. Ağac olduğu kimi qaldımı? Sadəcə bir ağacdan yox, 5 ağacdan söhbət gedir. Say dəyişdiyinə görə burada lar şəkilsi artıq olur, qrammatik şəkilsi və yenə də sadə olmağa davam edəcək. Heç bir dəyişiklik olmur. Buna başqa bir misalları çəkərik. Düzəltmə haqqında danışaq. Düzəltmə nədir? Düzəltmə isə bir kök və leksik ən azı bir leksik şəkilsidən ibarət olur. İstəyirsiniz bu leksik şəkilsidən sonra 5 dənə, 10 dənə fərqi yoxdur, qrammatik şəkilsi gəlsin. Söz yenə düzəltmə olaraq qalmağa davam edəcək. Bunu başa düşdük məncə. Deməli, bəs yaxşı, düzəltmə necə olur? Mən düzəltmələri necə tapıram? Necə tapmalıyıq? Belə deyək, daha doğrusu. Düzəltmə deməli, isimləri tapmaq üçün yaradan sırf olan düzəltmə sözləri yaradan, isimləri yaradan şəkilçilər var. O şəkilçiləri əzbərləməliyik. Hansılardır? Bir var adlardan. Yəni isim, sifət, say, əvəzlik, zərf. Bu 5 nitq hissəsindən isim yaradan şəkilçilər. Bir də var feillərdən isim düzəldən şəkilçilər. Bunları bir-bir baxaq. Ç məsələn şəkilçisi var. Ç 4 cür. Bir neçəsini misal çəkəcəm hər birindən. Fikrimizdə olsun. Ç 4 cür şəkilçisi. Bu artıq necə olacaq? Baxın. Dəniz, nə? Dəniz. Sözün kökü dənizdir. Bir də deyirəm ki, dənizçi. Artıq gördüyünüz dənizçi bir insan oldu. Bir peşə yaratdım. Sənət anlayışı yaratdım. Və olacaq çi leksik. Dəniz sözü nə? Dənizi idi, isim idi. Dənizçi bu formada yenə isim yaratmış oldum. İsimdən isim yaratdım. Sonra buna l şəkilçisi də deyə bilərik. L 4 cür şəkilçisini. Buna deyək məsələn misal olaraq məktəbli sözünü. Məktəb sözün kökü məktəbli. Kim? Məktəbli olacaq. Artıq isimdən isim yaratmış oluruq. Sonra buna laq şəkilçisini deyə bilərik, çar şəkilçisini deyə bilərik. Ça iki cür. Yəni ça çay mənasında. Ça məsələn gödəkçə, gödək sözün kökü sifətdən yaradıb artıq. Gödəkçə, gödək necə? Gödək sifətdir. Gödəkçə nə? Gödəkçə isimdir. Yəni bu formada bu şəkilçiləri əzbərləməliyik. Hər biri qayda kitabında var. Bunun milli mənşəli olanı, alınma mənşəli olan, yəni alınma olanı hər biri var. Zəhmət olmasa bu şəkilçinin hamısını əzbərləyərsiniz. Bu artıq sizin ixtiyarınızdadır. Mən bunu beyninizə yaza bilmərəm. Özünüzə aid olan bir şeydir bu. Bir də feillərdən isim düzəldən şəkilçilər var. Bir neçəsini də onlardan deyək. Məsələn, ış şəkilçisi. Iş 4 cür. Buna bir deyə bilərik baxış sözünü məsələn. Bax, nə et? Bax. Feildir. Baxış. Nə? Baxış. İsim yaratdım. Feildən
isim yaratdım. Sonra ıcı şəkilçisi ola bilər. Icı dörd cür. Buna məsələn alıcı deyək də. Al nə et? Al, alıcı, kim, alıcı. Artıq burada da fiildən isim yaratmış oldum. Və bu formada şəkilçilər çoxdur. Hər birini əzbərləmək lazımdır. Bəs yaxşı, sözün yaranmasının başlanğıc formasını necə tapırdıq? Bunu da deyək. Başlanğıc forması isə bax belə tərsinə kök işarəsindən işarə olunur. Və burada leksik şəkilçiyə qədər olan hissə, yəni qrammatik şəkilçiyə qədər olan hissə son leksik şəkilçi daxil olan, belə deyək. Son leksik şəkilçi daxil olmaqla sözün başlanğıc forması adlanır. Məsələn, baxış sözündə burada bir də təhlil eləyək baxış sözünü. Bax sözün kökü, baxış leksik. Bunu indi başlanğıc formasını nəzərdə tutaq. Bu başlanğıc formadır da belə işarə qoyaq. Hə. Başlanğıc forması tapmaq üçün baxıram, ən son leksik şəkilçi ışdadır. Deməli altından bura olur sözün başlanğıc forması. Bəs yaxşı, hansı nitq hissəsindən yaranma formasını necə tapırıq? Bunu deyək. Məsələn, ən son leksik şəkilçidən bir qabağa baxırıq. Oradan yaranmış olacaq. Bir dənə baxış sözünü elə deyək. Elə baxışdan gəlmişik. Baxış. Təhlil eləyirəm. Bax sözün kökü ış leksik. Bizə sual verə bilər ki, hansı nitq hissəsindən yaranmışdır? Və ya baxışdakı yazaq da, gəl, hə, buranda yazaq. Baxışdakı məna deyək də nəsə. Burada məna da yazaq tam olsun. Dakı dəkidə leksik şəkilçidir. Bizə deyəcək ki, baxışdakı sözü hansı nitq hissəsindən və ya hansı sözdən yaranmışdır. Bu yaranmanı tapmaq üçün biz nə etməliyik? Sözü ilk öncə təhlil eləyirik, ondan sonra isə verilən ən son leksik şəkilçidən bir qabağa baxırıq. Baxışdır, düzdür? Ən son verilən söz baxış sözüdür. Bax buradır. Deməli baxışdakı sözü baxış sözündən yaranıb. Buna fikir verməliyik. Verilən ən son leksik şəkilçidən bir pillə qabağa baxırıq. Buna başqa sözlərlə misal olaraq seçə bilərik. Məsələn, yadıma salım bir neçəsini elə deyim mən. Məsələn, sancı sözünü yazaq gəlin. Məsələn, sancı. Sözün kökü nədir? Sanc. Sancdan sancı. Nə sancı? Burada təbii ki, feildən isim yaranır. Bunu bir qeyd eləyək. I4 sür şəkilçisidir. Burada da bunu da belə yazaq. I4 sür şəkilçisindən feildən isim yaradıb. Bəs yaxşı, bizə desək ki, sancı sözü hansı sözdən yaranıb? Bax, dediyimiz kimi, ən son leksik şəkilçidən bir pillə qabağa baxıram. Sanc sözü var. Deməli, sanc sözündən yaranıb. Bu formada bunu tapırıq. Məncə, hər hansısa problem olmaz. Olsa deyərsiz, bir də izah eləyərik. Keçdik mürəkkəb isimlərə. Mürəkkəb isimlər nədir? Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən əmələ gələn sözlər mürəkkəb sözlər və mürəkkəb isimlər adlanır. Mürəkkəb isimlər iki formada yazılır. Bir var bitişik yazılan mürəkkəb isimlər, bir də var defislə yazılan mürəkkəb isimlər. Bunların mənalarını əzbərləməlisiniz ki, hansı nə formada yazılır, yaranır. Məsələn, iki müxtəlif mənalı sözün birləşməsindən yaranan iki müxtəlif sözün, belə yazın, müxtəlif yazın biləcəksiniz. İki müxtəlif sözün birləşməsindən yaranan mürəkkəb isim var. Məsələn, istiot. İstiot. İsti ayrı sözdür, ot ayrı sözdür. Birləşdi oldu istiot. Məsələn, buna deyək, yarımada. Yarım ayrı sözdür, ada ayrı sözdür. Birləşdi oldu yarımada. Sonra mənsubiyyə şəkilsiz sözlərin köməyi ilə yarananlar var. Biz indi bundan sonraki dərsimizdə mən mənsubiyyə şəkilsini hallanmanı izah edəcəm. Onu daha yaxşı biləcəksiniz. Meşə bəyi sözü var. Meşə bəyi. Buradakı i şəkilçisi mənsubiyyə şəkilçisi və onun vasitəsindən yaranmışdır. Sonra üçüncü, sadə və düzəltmə sözlərin birləşməsindən yaranan var. İki tərəfi də fiili sifəti olan sözlərin birləşməsindən yaranan var. Ha, bir də a. Bax, bunu diqqət edin. Ha və a bitişdiricilərinin vasitəsilə yaranan sözlər var. İsimlər var. Məsələn, hansıdır? Gəl, ha, gəl. Qaç, ha, qaç.
vur ha vur və sair bu tipli sözlər ha və a bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər adlanır və bunlar bu saydıqlarım bitişik yazılanlardır. İndi isə defislə yazılanlar deyirəm. Defslə yazılan hansılar olur? Eyni sözün təkrarı ilə olanlar. Eyni sözün təkrarı. Top top. Məsələn. Sonra yaxın mənalı sözlərin birləşməsi ilə olanlar var. Məsələn, toz torpaq. Yaxın məna yazın bura. Hə. Toz torpaq. Üçüncüyə yazaq. Əks mənalı sözlərin iştirakı ilə. Əks mənalı sözlərin iştirakı ilə. Buna da yaza bilər. Dost, düşmən. Cümlə daxilində işlətdiyimiz zaman artıq görüləcək ki, bu formadadır. Sonra tərəflərin biri müstəqil mənaya malik olmayanda. Tərəflərin biri müstəqil olmayanda. Buna məsələn, çör çöp, çör çöp, dəmir dümür, kağız koz və s. Bir də izafət tərkibli sözlər olanda defislə yazılır. Bunlar da hansılardır? Məsələn, izafət yazım. Məsələn, həddi büluğ. Yazırıq məsələn, tərzi hərəkət. Sonra nöqteyi nəzər. Sonra tərcümeyi hal. Və sair bu tipli sözlər olanda bunlar defislə yazılmış olur. Bir də altıncı olaraq da birini qeyd edim. Bu da yadınızda qalsın. Hı. Bunlar defislə yazılanlar arasındadır. Əks, vitse, kontur, ober kimi sözlər olanda mürəkkəb isimlər defislə yazılır. Hansı sözlər? Əks, sonra eks, vitse, sonra kontur, ober və sair. Bu tipli sözlər olanda bunlar defislə yazılırlar. Məsələn, əks inqilab. Sonra vice speaker, nə bilim, kontur admiral bu tipli sözlər var ki, bunlar olanda defislə yazılırlar. Bunu da vurğuladıq. Bugünlük bu qədər. Bundan sonraki dərsimizdə isə hallanmaları, mənsubiyyətə görə dəyişməni və buna bənzər bir neçə hallar var ki, bunlarda qeyd edərik. Sağ olun. Görüşənədək.